Bayaqdan girişi çəkməyə çalışıram. Ay Allah, buna baxın. Salam, kanalıma və videoma xoş gəldiniz. Mən Ruhi. Məni tanımayanlar üçün mən Azərbaycan Dillər Universitetinin İngilis-Fransız dili müəllimliyi ixtisasına təhsil alan bir tələbəyəm və bu universitetə 2025-ci ildə 610 balla qəbul olmuşam. Nəhayət uzun aradan sonra video seçməyə davam edirəm. Bilirsiniz ki, universitet adaptasiya dövrü, dərslər, yol yorğunluğu, imtahanlar dedikdə vaxtım qalmırdı. Buna görə də video çəkə bilmirdim. Bundan sonra çalışacağım ki, daimi şəkildə sizin də istəklərinizi nəzərə alaraq video çəkməyə davam edeyim. Çalışıram ki, videolarıma yazdığınız yorumların hər birinə cavab verim. Bu yorumlar məsləhət tipli, yəni məsləhət videosu çək, bu videoları çəkə bilərsən, bunu çəkə bilərsən, bu tip videolar gözləyirik. Hətta mənə olan gözəl ürək sözlərinizi də oxuyuram. Hətta bunu oxuduğum zaman kövrəldiyim də olur. Beni ilgilendirmiyor. Beni ilgilendirmiyor hanımefendi, beni ilgilendirmiyor. Azərbaycan dili ədəbiyyat haqqında həddən çox şəkildə mənə məsləhət videosu çək tipli yorumlar gəlmişdi və bu yorumları nəzərə alaraq bugünkü videomuz Azərbaycan dili və ədəbiyyatı necə gücləndirmək olar, necə maksimal nəticə toplamaq olar, necə yaxşı nəticələr göstərmək olar, bu haqqda olacaq. Bildiyiniz kimi 11-ci sinif 3-cü qrupların blok imtahanında Azərbaycan dili və ədəbiyyat düşür. Lakin 11-ci sinifdə bütün qruplar üzrə Azərbaycan dilindən buraxılışlı imtahan verilir. Buna görə də bugünkü videomuzun əsas hissəsini 11-ci siniflər təşkil edəcək. Lakin 9-cu siniflər haqqında olan videoda yaxın günlərdə gələcək. İlk öncə sizə 11-ci sinif buraxılış imtahanı Azərbaycan dili haqqında məsləhətlərimi vermək istəyirəm. 11-ci sinif buraxılış imtahanında Azərbaycan dilindən mən 98 bal toplamışam. Bu bal toplamağımın tək səbəbi isə uşaqlıqdan Azərbaycan dilinə qarşı böyük bir həvəsimin olması və Azərbaycan dilini uşaqlıqdan daha yaxşı şəkildə öyrənməyim idi. Burada təbii ki də məktəb müəllimində böyük rol olub. Uşaqlıqdan bizə məsuliyyətli olun, Azərbaycan dilinin üzərinə düşün ki, 11-ci sinifdə sizə rahat olsun deyirdi və biz də bunlara əməl edərək Azərbaycan dilindən yaxşı nəticə göstərdik. Azərbaycan dilinin əsas bir məğzi var ki, Azərbaycan dili buraxılış imtahanında əsasını mətnlər təşkil edir və bu mətnlərdən mənim ən çox çətinlik çəkdiyim bədii mətnlər idi. Ədəbiyyat oxuyan bir insan bədii mətnlərdə necə çətinlik çəkə bilər? Bu sual mənim həmişə beynimdə qalırdı. Amma sonra da bunun səbəbini tapdım ki, məcazi mənalı sözlər, arxaik sözlər, bunlardan çoxlu bədii mətnlərdə istifadə olunurdu və bunlarda mən çətinlik çəkirdim. Lakin sonradan bədii mətnlərin sayını artırmağa başladım. Günə məsələn 2 mətn, 3 mətn bədii mətn işləyirdim və beləcə mətnlərimi qaydaya salırdım. İlk öncə onu deyim ki, mən Azərbaycan dilindən hazırlıq müddətində sadəcə 11-ci sinifdə daimi və rutinli bir şəkildə Azərbaycan dilindən hazırlaşmışam və 11-ci sinifdə də hazırlaşdığım dövrdə müəllimim evə nə verirdisə, hazırlıq müəllimindən təbii ki də söhbət gedir. Hazırlıq müəllimi evə nə verirdisə, həmin o verdiyi tapşırıqları tam şəkildə etməyə çalışırdım. Mətnlər haqqında biraz geniş danışmaq istəyirəm. Mən adətən dimi mətnlərinə üstünlük verirdim. Yəni dimi mətnlərini dəqiq şəkildə işləyirdim və onun cavablarını çalışırdım ki, əzbərləyim. Xüsusilə də açıq sualları. Çünki açıq sualların cavabları çox vaxt bizim yazdığımız dimlə götürüldükdə səhv gedirdi. Məsələn, OTK-nın sınaqlarına gedirdik, orada məsələn səhv olurdu. Buna görə də daha çox dimi mətnlərinə üstünlük verirdim ki, həmin o tipi öyrənə bilim. Lakin digər mətnlərdə mütləq şəkildə işləməyə davam edeyim. Məsələn, digər nəşriyyatların mətnləri olsun. Elm nəşriyyatı, güvənin, hədəfin, sınaqlardan mütləq şəkildə işləməyə davam edin ki, artıq sizdə mətn işləməyə vərdiş yaransın ki, həm imtahanda sürətli şəkildə oxuyub tez anlayasınız, həm də vaxt bölgüsünü düzgün qurasınız deyə. Niyə demə üstünlük verin deyirəm? Çünki bəzi testlər olurdu ki, bəzi sınaqlar olurdu ki, mətnlərdə olan suallarda iki variant arasında qalırdıq biz və belə qalırdıq ki, görəsən burada hansı olacaq? Axı A variantı düz gəlir, cavab niyə B çıxıb? Axı B variantı düz gəlir, C niyə çıxıb? Bu tipli suallar bizim beynimizdə çox qalırdı və bu bizi yorurdu. Buna görə də daha çox dimə üstünlük verirdik. Çünki dimdə dəqiqdir. Yəni iki variant arasında qalmaq söhbəti demək olar ki, dimdə olmur. Yəni dim imtahanında adətən olmur. Bu hallar yaşanmır. Buna görə də çalışın ki, toplunun mətnlərinə üstünlük verəsiniz. Digər mətnlərdə sadəcə mətn oxumağa, yəni vərdiş etməyə, vaxt bölgüsünü düzgün qurmağa görə digər mətnlərdə işləməyə davam edin. İndi isə qrammatika haqqında danışaq. Mənim hazırlıq yoldaşlarımdan, sinif yoldaşlarımdan gördüklərim olurdu ki, yarısı mətnə üstünlük verirdi, qayda qıraqda qalırdı, yarısı qaydaya üstünlük verirdi, mətn qıraqda qalırdı. Bunu etməyin. Yəni mətn çox bal verir deyə qaydanı da kənara atmaq düzgün deyil. Qaydanızı da normal, stabil şəkildə saxlayın. Ən azından demin məsələn ilk testlər olur. Məsələn ilk 30 testi, 40 testi o tipli düşür. Yəni çətin tipli qayda düşmür. Çünki mən demək olar ki, bütün illərin Azərbaycan dili buraxılış imtahanı modellərini işləyirdim və yaxud da
imtahana düşmüş suallar işlədim. Orada da görürdüm ki, qrammatika adətən rahat şəkildə düşür. Yəni 80% yaza biləcəyiniz bir şəkildə olur. Məsələn 10 sualdan 8-i demək olar ki, rahat su kimi olur. Ona görə də çalışın ki, qrammatikanızda stabil şəkildə saxlayasınız ki, imtahanda sizin çətinliyiniz olmaz. Çalışın imtahana az qalmış, yəni 1 ay qalmış, 2 ay qalmış sınavlara üstünlük verəsiniz. Çalışın ki, hər gün 1 dənə, 2 dənə buraxılış tipli sınavlar işləyin ki, artıq sizin əliniz öyrəşsin. Yəni buraxılış imtahanda da çətinlik çəkməyəsiniz. Mətnlər və qrammatikanı da stabil şəkildə, paralel şəkildə aparsanız, əmin olun ki, 100% nəticə gözlənilən olacaq. İndi isə blok imtahanı Azərbaycan dili haqqında danışaq. Buraxılışa nisbətən blok imtahanında Azərbaycan dilinin qrammatikası biraz çətin olur. Təbii ki, blok imtahanında Azərbaycan dili 27 sual qrammatikadan olur. 3 sual isə situasiya tipli olur. Yəni sizə bir mətn verilir, 3 dənə də açıq sual olur. Həmin o suallara cavab verirsiniz. Həmin bu 27 qrammatika yenə də deyirəm, buraxılış imtahandakı 10 qrammatika kimi deyil. Biraz çətin olur və dərinə düşürlər. Buna görə də qrammatikanı mükəmməl şəkildə öyrənməyə çalışın. Bilmədiyiniz mövzu, çətinlik çəkdiyiniz mövzu qalmaz. Dilin son 50 sualına, 30 sualına, 40 sualına isə daha çox üstünlük verir. Buraxılış imtahanından sonra artıq uşaqlarda oxumağa həvəs qalmır. Adətən bəzi uşaqlarda belədir. Və demək olar ki, üstlərinə bir yük götürülmüş kimi olurlar və rahatlığa çıxaraq dərslərə məsuliyyətli şəkildə yanaşmırlar. Amma bunu etməyin. Yəni Azərbaycan dili, ədəbiyyat, tarix 3-cü qruplara aiddir təbii ki də. Azərbaycan dili, ədəbiyyat, tarix tez yaddan çıxan fənlərdir. Buna görə də çalışın ki, onları daimi şəkildə təkrarda saxlayasınız, stabil şəkildə təkrarda saxlayasınız ki, onlar sizin ağlınızdan çıxmasın. Yoxsa bu gün oxuduğunuz mövzu bir həftə sonra yadınızdan çıxacaq. Mənim belə bir üsulum var idi ki, bu artıq mənim imtahana az qalmış 4-500 artırmağıma gətirib çıxarmışdı. Azərbaycan dilindən də, tarixdən də, ədəbiyyatdan, ingilis dili, riyaziyyat fərqi yox idi bütün fənlərdən. Mənim bir dəftərim var idi, xüsusi dəftər. Bu dəftərə mən sınaqlar işləyirdim. Sınaqlarda hansı səhvim olurdusa, həmin o səhvi o dəftərdə qeyd eləyirdim və altına səhv sualın izahını yazırdım. Sınaqlara gedirdimsə əgər və yaxud da müəllimim sınaq işlədəcəkdisə və yaxud da ümumiyyətcə yəni boş vaxtım olduqda, dərslərim bitdikcə o dəftəri açırdım, vərəqləyirdim, oxuyurdum və bu beləcə mənim 4-500 artırmağıma gətirib çıxardı ki, yəni Azərbaycan dili haqqında buraxılış və blok imtahanlarına məsləhətim bu qədər idi. Mətnləri və qrammatikanı stabil şəkildə saxlayın. Blok imtahanda isə mütləq şəkildə testlərə üstünlük verin. Qrammatikanı dərinliyinə qədər öyrənin. Bilmədiyiniz bir şey qalmasın qrammatikadan və mütləq şəkildə səhvlərinizin üzərində dayanın. Ay bu səhvim idi, hə bunu başa düşdüm, keçin deyib eləməyin. Yəni o səhvi yenidən siz yazsaz, yenə də səhv yazacaqsınız. Yəni əgər onun üzərindən elə belə keçsəniz. Mütləq şəkildə onun dərinliyinə qədər elin ki, siz orada nəyi başa düşməmisiniz? Niyə çətinliyiniz oldu? Niyə bunu səhv yazdım? D yaza bilərdim, C yaza bilərdim, niyə gətirdim, A yazdım? Bunu mütləq şəkildə araşdırın. İndi isə mənim uşaqlıqdan bəri sevərək oxuduğum, ən sevdiyim fənlər içərisində birinci yerdə olan, amma ən çox da abituriyent vaxtı çətinlik çəkdiyim fənn haqqında, ədəbiyyat haqqında danışaq. Ədəbiyyat mənə görə mükəmməl bir fənn idi. Yəni o fənni o qədər sevirdim ki, sevərək oxuyurdum. Ədəbiyyat oxuyanda özümü terapiyada zənn eləyirdim. Amma bir o qədər də ədəbiyyat oxuduqda sonra testlərə keçid eləyirdik. O testlərdə mən ədəbiyyatda yığdığım terapiyanı o testlərdə əsəbə çevirirdim. Yəni şairlər həddən artıq çox idi, ziyalılar həddən artıq çoxdur və ədəbiyyatda biz onların hər birinin doğulduqları şəhərdən tutmuş, yazdıqları əsərlərə kimi, nəşr etdikləri kitablara kimi, harda işlədiklərinə qədər hər birini əzbər şəkildə bilməli idik. Çünki gətirib testə salırdı. Məsələn, iki şairin oxşar xüsusiyyəti, filan növdə yazıblar, nə bilim, filan janrda yazıblar. Buna görə də çətinlik çəkirdim. Yəni o qədər şairi ağılda saxlamaq, bu bunu yazıb, bu bunu yazıb, buna çətinlik çəkirdim. Amma daha sonra hər gün təkrar eləyərək artıq onu mən beynimə həkk eləmişdim. Buna görə də çox çətinliyim olmadı daha sonra. Hər şairin demək olar ki, dramatik növdə, epik növdə əsərləri var idi. Həmçinin lirik növdə də əsərləri var idi. Və bu əsərlərin hamısını əzbərləməyə çalışırdım mən. Çünki testlərdə elə tipli suallar gəlirdi ki, artıq mən onu əzbərləməyə məcbur olurdum. Yoxsa testi səhv yazırdım. Lirik əsərlər haqqında danışdıqda, lirik əsərlərin demək olar ki, əksəriyyətini mən əzbərləmişdim. Şeirləri yəni. Yəni şeirləri əzbərləməyə isə məsləhət görürəm. Niyə? Sualda qarşınıza çıxdıqda artıq siz o şeiri əzbər bildiyiniz üçün sizin üçün rahat olur və dəqiq şəkildə o testi düz yazırsınız. Yəni amma şeiri əzbər bilmədikdə, o şeirin sadəcə məzmununu öyrəndikdə qarışdırma ehtimalı çoxdur. Çünki elə şeirlər var ki, bir-birinə oxşuyurlar. Buna görə də qarışdırılır. Yəni nə qədər çətin olsa, nə qədər vaxtınız olmasa da çalışın ki, şeirlərin əksəriyyətini əzbərləyəsiniz. Yəni mənim sizə məsləhətim o olardı ki, ədəbiyyatda daha çox əsərləri oxumağa üstünlük verin. Çünki o testlərin, yəni biri bir tip olur, biri bir tip olur. İmtahanda əsas nədən düşəcək?
düşəcək, əsərdən düşəcək. Bu testi düz yazdınsa, nə bilirsən o test gəlib ümumi, yəni imtahanda düşəcək. Çalış ki, sən əsəri mükəmməl şəkildə biləsən. Əgər əsəri mükəmməl şəkildə bilsəz, siz o testi zaten düz yazacaqsınız. Buna görə də məsləhətim odur ki, əsərlərə dəhşət çox şəkildə diqqət göstərin və məsuliyyətli şəkildə o əsərləri oxuyun. Nöqtə vergül oxuyun, əzbərləyin. İnanın ki, yəni imtahanda sizin üçün rahat olacaq. Əzbərləyin dedikdə, yəni gündəlik zaten təkrar eləsəz, onlar artıq istər-istəməz sizin beyninizə həkk olacaq. Məsələn, Hüseyn Cavidin yaradıcılığı mənim beynimə hələ də həkk olub, beynimdən çıxmır. Və yaxud da Cəfər Cabbarlının yaradıcılığı, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Çingiz Aytmatovun, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquzadənin, onların yaradıcılıqları bu gün də mənim ağlımdan çıxmır. Onların əsərləri bu gün də mən süjet xəttini əzbər şəkildə bilirəm. Çünki hər gün mən çalışırdım ki, bir şairi təkrarlayım. İmtahana az müddət qalmışdı, bir ay qalmış. Artıq günə 2 dənə şairi götürürdüm. Yaradıcılıqlarında, əsərlərində hər birini mükəmməl şəkildə təkrar edirdim. Dimdən də, topludan da testlərini işləyirdim. Sınaqlara da üstünlük verirdim və beləcə, yəni ədəbiyyat nəticəm bir o qədər ürəkaçan olmuşdu. Mənim Azərbaycan dilindən blok imtahanında 148 bal, ədəbiyyatdan isə 98 bal toplamışam. Bunun da tək səbəbi gündəlik təkrarlar olub. Yəni mütləq şəkildə təkrarı əldən verməyin. Gündəlik şəkildə təkrarınızı düzgün şəkildə etsəz, əmin olun ki, yəni imtahanda bir o qədər yaxşı olacaqsınız üçün. Xüsusilə də ədəbiyyat. Ədəbiyyat yəni tez yaddan çıxan bir fəndir. Çünki humanitar fəndir. Humanitar fənlər tez yaddan çıxır. Buna görə də çalışın ki, ədəbiyyatı gündəlik şəkildə ən azından 2 gündən bir şairi götürün, təkrar edin. Ən azından həftədə 1-2 dəfə götürün bir şairi, təkrar edin, testlərini işləyin. Testlərini işləməsəz belə mütləq şəkildə əsəri oxuyun, yaradıcılığına baxın ki, sizin üçün rahat olsun. Ümumilikdə sizə 3 dənə qayda deyəcəm. Bu qaydaya əməl etsəz, əmin olun ki, müsbət bir nəticə verəcək. Birinci qaydamız odur ki, səhvlərinizin üstünə mütləq şəkildə dayanın. Yəni bu sualı başa düşməmisinizsə, əgər bu sualı səhv yazmısınızsa, mütləq şəkildə onun üzərində dayanın. İstər 2 variant arasında qaldığınız olsun, istər şübhə ilə yanaşdığınız olsun, istər səhv yazdığınız olsun. Mütləq şəkildə səhvlərinizin üzərinə gedin. Başa düşməyincə o səhvlərdən əl çəkməyin. İkinci qaydamız mütləq şəkildə təkrara üstünlük verin. Hər gün çalışın ki, təbii ki, buraxılış imtahanından sonra, yəni buraxılışa qədər çox da alınmır bloku hər gün təkrarlamaq, amma blok imtahanı ərəfəsində mütləq şəkildə hər gün təkrarlarınızı eləyin daimi şəkildə. Səhvlərinizin üzərində dayanın və hər bir fənə də məsuliyyətli şəkildə yanaşın. Ədəbiyyatda, nağılda oxuyub keçərəm, bir ay qalmış həll eləyərəm, elə şey olmur. Həqiqətən də həll eləmək mümkün deyil. Çalışın ki, vaxtında məsuliyyətli şəkildə oxuyun ki, sonra sizin üçün də çətinlik yaranmasın. Və son məsləhətim də olar ki, sınaqlara mütləq şəkildə gedin. Vaxtınızı bölmək cəhətdən, yəni blok imtahanı buraxılış kimi deyil. Vaxtın necə keçdiyini heç bilmirsən. Və demək olar ki, hər fəndən 30 sual olur və bu 30 sualda, yəni 90 sualı imtahanda demək olar çatdırmaq olmur. Çalışın ki, vaxtınızı düzgün böləsiniz. Azərbaycan dilində bu saatda yazdım, sonra keçim tarixə, sonra keçim ədəbiyyata. Mütləq şəkildə üstünlük verin sınaqlara tez-tez gedin və yaxud da getməsəz belə özünüz evdə sınaqlar işləməyə çalışın və vaxt qoyun işləyin. Çalışın ki, yəni az müddətə bitirəsiniz ki, sonra bir dəfə də üstündən təkrar gedəsiniz. Belə mənim canlarım, bugünkü videonun da sonuna gəldik. Bugünkü videomuzda Azərbaycan dilində buraxılış blok və ədəbiyyatdan blok imtahanı haqqında məsləhətlər verdim. Hansı sizə ürəyinizə yatandısa, hansını bəyəndinizsə, hansı sizə rahat gələcəksə, o məsləhətlərə əməl edin və inşallah ki, hər bir şey yaxşı olacaq. Sadəcə özünüzə inanın, güvənin və o imtahanı yazın, gəlin.